Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Ratve kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir yemək hazırlayacağıq. Toyuq içalatının, yəni toyuq ciyarının, ürəyinin bir yerdə bişirəcəyik. Çox dadlı və belə deyərdim, gözəl bir tamı olur, həm də bütün zövqlərinizə oxşayacaqdır. Yəni zövqünüzə uyğun bir yeməkdir. Bunun üçün bizə nələr lazımdır? Gördüyünüz kimi burada yuyulub təmizlənib toyuğun ciyəridir və belə deyərdim, ürəyidir. Ondan sonra bax belə doğranılmış kartofdur, soğandı xırda doğranılmış, köhdü sürkəşdən keçirilmiş, sarımsaq və pomidor lazım olacaq. Təbii ki də yağ, biraz su lazım olacaqdır. İndi başlayırıq ilk öncə kartofumuzu biraz pişirmək, kartofumuzu və kökümüzü. Deməli əziz izləyicilər, bir əcə su əlavə edirik bura. Bax belə kartofumuzu salırıq və kökümüzü əlavə edirik ki, belə deyək, bunlar pişənə kimi biraz ətimiz, daha doğrusu ciyarımız tez pişəcək. Ona görə birinci bunları edirik ki, biraz bunlar pişsin, belə deyək, suda. Sonra isə digər ciyarı zadı əlavə edəcək. Belə birinci bunları, yəni köklə belə deyək, ciyarımızı edirik. Bir əcə də istiot duz əlavə edirik. Zövqə uyğun istiot və duzunu tökürük. Və yaxşıca qarışdırırıq ki, bir-birinə çöksün və birəcə bunun pişməyini gözləyirik. Ağzını örtürük ki, öz xodunda biraz pişsin. Deməli, əziz izləyicilər, baxın, gördüyünüz kimi bir əcənə kartofumuzla elə bir kökümüz qaynadı. Üzərinə ətimizi, daha doğrusu ciyarımızı əlavə edirik. Belə qarışdırırıq ki, bir-birinə keçsin və bunlar bir yerdə pişsin. Və əziz izləyicilər, onu da qeyd edim ki, sarımsağımızı da xırda-xırda doğrayıb üzərinə tökürük ki, sarımsaq da buna